Amma başqa bir rəy də var. Salam, hər vaxtınız xeyir olsun dəyərli dostlar. Hamınız xəbərdarsınız ki, İran-İsrail münaqişəsi öz şiddəti ilə davam edir. Artıq 5-6 günə yaxındır ki, bu münaqişə davam edir və bu münaqişənin davam eləməsi Azərbaycan cəmiyyətində müxtəlif fikirlər yaradıb. Təbii ki, bu fikirlər bir-biri ilə ziddiyyətli olan fikirlərdir. Azərbaycanda daha çox şiə Tanısız danışan dostlar. Danışan Zaman Piriyevdir. İcazə verin, öncə mən Zaman Piriyevin hələ 2021-ci ildə 4 il bundan qabaq yazdığı bir statusu xatırladım. 10 avqust 2021-ci il Zaman Piriyev o vaxt yazırdı. Nadir Şah Əfşar 1736-cı il Muğan qurultayından sonra bir fərman imzalayıb bütün Əfşar dövlətinin vilayətlərinə yolladı. Fərmanın mətni belədir. Tam diqqətən qulaq asınca o maraqlıdır bu. Səltənət mülkünün iftixarlı lütflərinə məzhər olan dövlətin yüksək məqamları, müştəhidlər və İsfahan səltənət evinin alimləri bilmiş olun. Muğan çölündə zəfər bayrağı dalğalanarkən qurultayda çoxluq bir qərar almışdır. Qərarın ortaq baxışına görə Hənəfi və Səfəvi məzhəbləri əskilərdən bizə ulaşdığına görə bir görüşdə olmuş və 4 Rəşid xəlifəni Peyğəmbərimizin xələfi olaraq bilmişlər. Bugündən başlayaraq adları zikr edilən hər 4 xəlifə hörmətlə yad ediləcək. Ayrıca olaraq ölkəmizin bəzi yerlərində Peyğəmbər sünnəsinin əksinə olaraq əzanda Əliyyəm Vəliyullah deyə şiə artırmaları səslənməkdədir. Bu cümlə sünnət əhlinin görüşlərinə və İslama ziddir. Bizdən əvvəlkilər belə artırma ilə əzan oxumamışlar. Baxın dostlar, Şah babamız Nadir Şah o zaman İslamın parçalanmasında mühüm rol oynayan ünsürləri təmizləməyə çalışmış yazıq. Fikir verin. Bizdən əvvəlkilər belə artırma ilə əzan oxumamışlar. Allahın aslanı adı ilə anılan Əbu Talib oğlu Əlinin Allahın sevimlisi olduğu hər kəs tərəfindən bilinməkdədir. Əzana əlavə edilmiş olan bu cümləni çıxarmaq Əlinin böyük hörmətindən bir şey əski etməz. Lakin bu cümləni əzanda zikr etmək, hər ikisi də Peyğəmbər şəriətində olan şiə, sünnə arasındakı ixtilafları və anlaşılmazlığı dərinləşdirər. Ümməti arasında barışdan yana olan İslam Peyğəmbərinin yanı sıra Əli də bu zikirdən razı olmazlar. Bu yüzden bu əmrin yayıldığı gündən etibarən yuxarıdan aşağıya, kiçikdən böyüyə, müəzzinlərə və bütün müsəlmanlara duyurulur ki, əzanda zikr edilən Əliyyəm Vəliyullah sünnətə ziddir. Əsla zikr edilməyəcəkdir. Ayrıca məclislərdə Fatihə və təkbirdən sonra Səfəvi padşahının və Vəli neymətinin İmam Mehdi ömrünün davamı üçün dua edirlər. Bu da gərəksiz və bihudə alışqanlıqdır. Özəlliklə yuxarıdan aşağıya doğru dövlətin bütün yetkililərinə bu zikrin də yasaqlandığı duyurulur. Bunun yerinə gerçək şaha dua etmələri və öymələri gərəkməkdədir. Kim bu yasaqlara uymaz və ya qarşı gələrsə, şahın qəzəbini üzərində hiss edəcəkdir. Mənbə James Belya Fraser, Tarixi Nadir Şah Əfşar, Farsçaya çevirən Əbdülqasım xan Nasır-ül-Mülk, səhifə 84-85. Hələ 2021-ci ildə, dostlar baxın, Zaman Piriyev İslam dünyasının ən böyük problemini bu qədər də dilə gətirmişdi. Tarixi fakta söykənməklə. İndi görək, indiki vəziyyətdə terörist İsrailin hücumu barədə hörmətə Zaman bəy nə deyir? Mənsub olan bir təbəqə, bir segment var ki, onlar təbii ki, yəni İranın bugünkü müharibəsində çox narahatlar, baş vermiş hadisələrə görə çox narahatlar və digər bir tərəfdə başqa bir deməli təbəqə var ki, bunların içərisində müəyyən qədər dindar bir kütlə də var
ki, onlar uzun illər, yəni İranın bölgədə apardığı sünni düşmənçiliyinə qarşı, istər İraq işğalı zamanı, istər Əfqanistan işğalı zamanı və ümumiyyətlə Suriyada və digər bölgələrdə İranın apardığı işğalçılıq müharibələri, eləcə də müxtəlif terror qruplarına dəstək verməsi məsələsinə görə İrana qarşı qəlbəndə bir kin var. Və bir də tamamilə dindən uzaq bir kəsim var ki, onların bir qismi bütöv Azərbaycançı, Turançı və yaxud da ki, sekulyar təbəqədir ki, bunlar İranın deməli teokrat rejiminin dağılmasında maraqlıdırlar, bunu arzulayırlar. Və digər bir tərəfdə, ziddiyyətin digər bir tərəfində isə müəyyən qədər insanlar var ki, bu məsələdən heç bir pay ummayanlar və istənilən halda müharibənin çox dəhşətli bir şey olduğunu bilib, müharibənin olmasını istəməyən bir təbəqə vardır ki, onlar nə istəyirlər? Onlar deyirlər ki, bölgədə müharibə olmasın, çünki müharibə istənilən halda çox böyük dağıntılar, böyük fəsad, qaçqınlar dalğasının yaranması və bölgəyə dəyən çox böyük iqtisadi, sosial zərbələr deməkdir. Bu mənada, yəni bu gün Azərbaycan cəmiyyətində çox ziddiyyətli deməli mövqelər yaranıb. Bu mövqələrin hər birisinin təbii ki, özünün haqlı arqumentləri var, haqlı tərəfləri var. Bu mənada mən belə hesab edirəm ki, bu məsələ ilə bağlı kiçik də olsa müəyyən sözlər demək zərurəti var. Xüsusən yəni o tərəfin deməli Azərbaycandakı sekulyar təbəqənin, eləcə də müəyyən sünni, dindar təbəqənin narahatlıqlarını anlayıram, başa düşürəm. Çünki İran rejimi mövcud olduğu 46 il ərzində bölgədə ancaq müharibələrlə və yaxud böyük müharibələrin tətikçisi kimi proksi qüvvələri yaradaraq İslam dünyasında, Orta Doğuda böyük müharibələrin, münaqişələrin baş verməsindəki əsas aktyorlardan biridir. Təbii ki, onların özlərinə görə öz prinsipləri var, öz ideolojiləri var. Bunlara görə də yəni bunları təbii ki, əsaslandıra bilərlər. Amma bir şeyi unutmaq lazım deyil ki, mən hər iki ziddiyyətin hər iki tərəfinə yəni səslənərək bu sözü demək istəyirəm. Bir şeyi unutmaq lazım deyil ki, müharibə çox dəhşətli sosial fəlakətdir. Bu elə bir fəlakətdir ki, müharibədə udan olmur. Yəni, dünya tarixi boyunca biz müharibələrə baxsaq, heç bir müharibədə heç kəs qələbə çalmır. Yəni, o qələbə məşhur bir Yunan ifadəsindəki pir qələbəsi deyildir. Bu pir qələbəsi kimi olur, hətta qalib gələn tərəf üçün də. Çünki istənilən halda resursların itirilməsi, insanların ölməsi, böyük dağıntıların baş verməsi, sosial fəlakətlərin baş verməsi məhz müharibənin deməli eşliyində baş verir. Ona görə də biz müharibə tərəfdarı deyilik və olmamalıyıq cəmiyyət olaraq. Çünki sabah İranda hər hansı bir parçalanma baş verərsə, bunun Azərbaycan və Türkiyə üçün çox böyük problemləri olacaq. Yəni bunları demək istəyirəm ki, Azərbaycan və Türkiyə üçün çox böyük problemlər olacaq. Xüsusən yəni bu problemlər qaçqınlar dalğasının Güney Azərbaycandan olan, yəni bizim həmvətənlərimiz olan, türk olan insanların qaçqınlar dalğasının Azərbaycana və Türkiyəyə keçməsi ehtimalıdır ki, bu halda orada yaşayan milyonlarla insanın taleyindən gedir söhbət və bu nə qədər istər Azərbaycan üçün, istər Türkiyə üçün nə qədər böyük sosial yükdür. Yəni bunu anlamaq, bunu başa düşmək lazımdır. İkinci bir tərəfdən anlamaq lazımdır ki, əgər belə bir İranın parçalanması baş verərsə, orada misal üçün bugün bütöv Azərbaycançı olan, Turançı olan müəyyən bir kəsim var ki, Azərbaycanın, Güney Azərbaycanın öz müstəqilliyinə qovuşmasını istəyir ki, bunu təbii ki, biz istəyirik illərlə bu iş uğrunda mübarizə aparmışıq. Lakin onunla yanaşı bölgədə bir Kürd dövlətinin yaranma ehtimalı da var ki, bu Türkiyə üçün çox böyük bir təhdiddir. Bu mənada bugün hadisələrə emosional bir şəkildə münasibət göstərmək yerinə
daha doğrusu, daha yaxşısı budur ki, biz hadisələrin inkişafını gözləyək və hər bir halda hazır olaq ki, gələcək üçün baş verəcək hansısa hadisələr bizim bölgəmiz üçün, ölkəmiz üçün, ümumilikdə İslam dünyası üçün, Türk dünyası üçün böyük fəlakətlərlə nəticələnməsin. Və Təbii ki, gözləməklə heç bir fəlakətin qarşısını almaq olmaz. Biz tam əksinə fəal siyasət yürütməliyik, müharibənin əleyhinə çıxış eləməliyik, İsraili qınamalıyıq, tələb eləməliyik, yürülmə dayandırılsın, müharibə dayansın, müharibə bəli, çəkilən xərclər, dünyada o qədər az insan var, o qədər böyük problemləri var, dünyanın özünün ümumi qlobal problemləri var, o pullar oraya xərclənsin. Amerika bu günləri milyardlarla pul xərcləyib, öz qoşunların yaxınlaşdırır İrana tərəf. Müharibə mütləq olacaq. Mütləq müdaxilə edəcək Amerika. Əgər tezliklə hər hansı bir müqavilə bağlanmasa. Olmazmı ki, o pulları zaman period dediği kimi də qoşsunur o problemlərin həllinə? Həqiqətən də böyük fəlakətlərin baş vermə ehtimalı çox böyükdür. Artıq xəbəriniz olsun ki, bu müharibənin, bu münaqişənin miqyası getdikcə böyüyür. Hətta bəzi məlumatlar daxil olur ki, artıq demək, Çindən 3 Boeing təyyarəsi, yük daşıyan təyyarə artıq İrana daxil olub, onlar hərbi yardım gətiriblər və Amerikada artıq, Amerika Birləşmiş Ştatları da artıq bununla bağlı deməli, öz xəbərdarlıqlarını eləyib. Ola bilsin ki, hətta Amerika Birləşmiş Ştatları yaxın saatlarda İranı çox dağıdıcı raketlərlə vura bilər. Yəni, təbii ki, yəni biz artıq dünəndən şahidiyik ki, Donald Trump'ın yayılmış bəyanatı ki, İran bizim şərtlərimizlə, təkliflərimizlə razılaşmadı, yəni sanki razılaşmadığı üçün artıq öz cəzasını çəkməlidir, bu kimi şeylər deyir. Və biz bir şeyi anlayaq, başa düşək ki, əgər İran tamamilə dağıdılıb, məhv edilərsə, bunun ardınca Türkiyəyə qarşı çox böyük deməli, planlar devrəyə girəcəkdir. Və Türkiyəyə qarşı bu planların devrəyə girməsi yaxın şərqdə bütün təsir gücünün İsrailin əlinə keçməsi deməkdir. İsrailin əlinə təsir gücünün keçməsi də istənilən halda bizim üçün böyük, deməli, gələcək üçün çox böyük təhlükə deməkdir. Çünki İsrailin məqsədi Netanyahunun oğlunun da paylaşdığı, keçən il paylaşdığı deməli xəritədə də göründüyü kimi Böyük İsrail vəd edilmiş torpaqlar adlı bir projedir ki, həmin xəritədə Türkiyənin Güney Doğu Anadolu hissəsi və həmçinin bugünkü Güney Azərbaycan torpaqlarının bir hissəsi də həmin deməli bu dediyimiz Böyük İsrailin xəritəsinə daxil edilmişdir və ümumilikdə isə bütün İslam dünyası. Yəni bu çox ağrıdıcı, çox dəhşətli bir, yəni deməli sonuc deməkdir. Ona görə də bu cür məsələlərdə münasibət bildirərkən emosionallığı kənara qoymaq lazımdır. Bir qədər ağıllı bir şəkildə, düşünülmüş bir şəkildə, yəni münasibət göstərmək lazımdır və bir şeyi başa düşmək lazımdır. Xüsusən sekulyar təbəqədən olan insanlara demək istəyirəm ki, bugün İsrailin əlində olan media gücü vasitəsilə Azərbaycan və Türkiyə cəmiyyətləri arasında fitnə fəsad toxumları sətməyə çalışırlar. Yəni bu şeylərdə diqqətli olmaq lazımdır. Çünki Türkiyə cəmiyyətində Azərbaycanla bağlı çox mənfi bir rəy formalaşdırılıb. Azərbaycanın İsrailin tərəfdarı olması ilə bağlı. Doğrudur ki, müəyyən əlaqələr var. Yəni bu əlaqələr iqtisadi əlaqələrdən, hərbi əlaqələrdən və digərlərindən ibarətdir. Kəşfiyyat əlaqələrindən. Lakin istənilən halda, yəni Azərbaycan xalqının, Azərbaycan dövlətinin yeganə tək müttəfiqi, təbii müttəfiqi, tək dostu, qardaşı Türkiyədir. Yəni bunu heç vaxt unutmaq olmaz. Minnətdaram hər birinizə, çox sağ olun. Teşekkürler. Bu da Zaman Piri ve mövqeydi dostlar.